İnsan məhv edilə bilər, amma məğlub edilə bilməz. Ernest Hemingway, məğlub edilməzliyin və sükutun memarı. Bugün dənizin duzlu qoxusunu, müharibənin barıt iyini və bir kişinin sarsılmaz iradəsini hiss etmək üçün Ernest Hemingway'in dünyasına daxil oluruq. Hemingway ədəbiyyatda iceberg nəzəriyyəsini yaradarkən əslində sükutun danışmaqdan daha güclü olduğunu sübut etdi. O deyirdi, insan məhv edilə bilər, amma məğlub edilə bilməz. Bu, Santiago'nun qoca və dənizdəki o nəhəng balıqla mübarizəsindən süzülüb gələn bir bəşəri həqiqətdir. Hemingway'in yaradıcılığında ehkam cəsarətdir. Amma bu cəsarət təkcə döyüş meydanında deyil, həyatın çətinlikləri qarşısında dik durmaqdır. Dünya hər kəsi sındırır və sonra bir çoxları həmin sınıq yerlərdən daha güclü düzərir. Bu ifadə insanın əzab vasitəsilə bərkiməsinin ən gözəl bədii təsviridir. Onun dili sadədir, lakin o sadəlik sıldırım qayalar qədər möhkəmdir. O, əlvida silah deyərkən həm bir eşqi, həm də bir nəsli müharibənin ağuşundan qoparıb ədəbiyyata qovuşdurdu. Hemingway bizə öyrətdi ki, həyatda ən vacib şey təzyiq altında ləyaqəti qorumaqdır. Onun hər bir cümləsi bir həyat dərsi, hər bir hekayəsi isə insanın öz taleyi ilə apardığı o möhtəşəm duelin səlnaməsidir. O bizə az danışıb çox iş görməyin, sükutun içindəki fırtınanı anlamağın fəlsəfəsini miras qoydu.